O da gəlir deyir ki, şey aşağıda debat, ticari debat profili. O şimdi yani o şimdi o saat ne kaydediyor? Yarım saat değil. Yarım saati kardeş orada var. Ben Bütün YouTube kanalında var. Video paylaşımda paylaşabilirsek ben onu görmedim. Bütün paylaşmıyor. Bence girək Sabuh'un öz kanalına. Sabah orada değil. Gözlə. Orada ben diyardım ki bana şey verse, ben size ispatı versin. Just diyardım. Deyərdim qılıq danışardı. Yani böyle burada ne var? Öğrenmek. Ha, ticari debat. Biraz yani şey ne kadar biraz özünüzü ağa paylaşılmasın. Selamun aleyküm mənim dəyərli qardaşım, necəsin inşallah? Mən sənin atdığın kayda və digər qardaşlarımızın atdığı kayda baxdım. Sadəcə mən həm yoldaydım, həm də özüm telefonla danışırdım deyə baş qoşmadım. Həm də onlar mən çərçivəmdə adam deyil deyə artıq girmədim yuxarı. Çünki onların bir elmi yoxdur. Aydın? Çünki onların elmi olsaydı, mənim verdiyim suala, Mürşid bəyin cavab vermədiyi suala onlar cavab verərdi zaten. Əgər onlar cavab verə bilməyibsə, Mürşid bəyi müdafiə edirsə, demək ki, Mürşid bəyin birinci müdafiə etməyə ehtiyacı var. Mən belə başa düşürəm. İkincisi də ki, onlar qəlblərin dərinliyində məğlub olduqlarını bilirlər və yenə müzakirə obyektini çevirmək istəyirlər. Çünki mən bir bəhsi edirəmsə, mən o mövzuda qayıtmıram. Çünki zaten mən qəlbən rahatam ki, mən bu mövzuda qalibəm. Aydın? Gəldik ki, məsələnin ikinci hissəsinə. Mən yorulmuşam onu deməkdən ki, mənim paylaşdığım bəhs ya 5 dəqiqə idi, ya 9 dəqiqə idi. Olsun 5 dəqiqə, olsun 3 dəqiqə. Mövzu ətrafında olan məsələdir. Yəni, mən Mürşid bəyə çıxanda zəncə dedim ki, mənim sizə 2 sualım var. 3 demədim, 1 demədim. Və sualıma cavab almaq istəyirəm. Sizə sual verirəm. Aydın? Adam mənim 2 sualımın birinə cavab vermədi, birinə də Səhih Buxariyə zəif deyərək üstündən keçdi. Aydın, mən də mövzunun üstündə qalmadım. Niyə? Çünki mən bir araşdırması kimi bilirəm ki, Səhih Əl-Buxariyə Əhl-i dünyası kitaba səhih adın verir. Kitab səhihdir. Və adam səhih olan bir kitaba zəif deyir. Bu artıq olan öz məsələsidir, üstündə qalmadı. Və mən mənzilət hədisi haqqında sual verdim, Taha surəsinin bir yerdə. Adam o sualı ümumən cavab vermədi. Və mən bəhsi yekunlaşdırdım. Yəni, mənim izləyicim məndən 2 suala cavab gözləyir. Mən də o 2 sualı verdim, cavab almadım, mövzu bağlandı. Onların paylaşdığı yarım saatın içərisində mənim verdiyim suala cavab olsaydı, mən sizdən razı. Mən düzgün hərəkət etməmiş oluram və Mürşidin mənə verdiyi cavabı mən paylaşmamış oluram. Amma istənilən əql sahibi, istənilən insan, Adəm övladı bəhsə baxsın və görsün ki, yarım saatlıq bəhsdə mənim verdiyim suala cavab var yoxsa yoxdur. Əgər yoxdursa, demək ki, onu paylaş və yaxud paylaşma eyni şeydir. Aydın? Və mən bəhsdən sonra, yəni mənim paylaşdığım bəhsdən sonra, mən ondan tamamilə başqa mövzuda danışmışam. Çünki o mövzuya həmən adam çəkib. Ki, əxlaqdan, tövhiddən və xanım Ayşədən. Bəli, mən Sabuhi Məhdi Ticani xanım Ayşəyə söymək əleyhinəyəm. Niyə? Çünki qadın cəhənnəm əhlidir. Buna etiqad edirəm. Bunu Mürşid bəydə zaten bəhsə demişəm. Etiqad edirəm ki, cəhənnəm əhlidir. Lənəti yerindədir. Lənətullahdır. Buna etiqad edirəm, amma söyüşün əleyhinəyəm. Söyüş olmaz. Buna da razıyam. Mən demişəm ki, tövhid məsələsi şiələr az danışır. Deməmişəm ki, danışılmır. Niyə az danışılır? Bunu indi mən detallı ilə deyim. Niyə az danışılır? Çünki şiələr tövhid məsələsində ixtilafda deyirlər. Ona görə az danışılır. Ümumən Allahdan danışılır. Bizim hər işimiz Bismillahirrahmanirrahim ilə başlanılır. Elhamdülillah ilə qutarılır. Aydın? Amma tövhid məsələsi bizdə az danışılır. Niyə? Çünki bizdə birinci
hədis var ki, tövhid məsələsi az danışılsın. Çünki bizə zat barəsində ümumiyyətlə danışmaq haramdır. Allahın feili sifətləri də çoxsunu girə bilmərik. Aydın? Buna artıq ustad lazımdır. Əhl-i Beyt hədisləri lazımdır. Amma Əhl-i Sünnə dünyasında tövhid məsələsi ixtilafdadır. Bu məsələ ixtilafdadır. Aydın? Niyə? Adamların bəziləri məcazı qəbul edir, bəziləri məcazı qəbul etmir. Sad surəti 75-ci ayəsini iki cür başa düşürlər. Biri oradakı əl qüdrətdir, birindəki yox, həqiqi əldir. Adamların etiqadı çarpazdır, təarruz yaradır, ziddiyyət təşkildir. Niyə? Səbəb bundan ibarətdir ki, adamların mövqeyləri səhvdir başdan ayağa. Məsələn, onların əqidə kitablarında, tövhid kitablarında o bəhsi də paylaşmışam, dərsi də paylaşmışam. Girsinlər ona rəddiyə versinlər. Deyirlər ki, Allahın zatına girə bilmərik. Allahın zatına girə bilmədiyimiz halda Allahın zatındakı olan keyfiyyət də verə bilmərik. Yaxşı, Allahın barmaqlarının ucu soyuq idi, keyfiyyətdir. Necə barmaq, soyuq barmaq? Girdin axı. Mən bilirəm ki, sənin Allahın barmağının ucu soyuqdur. Necədir? Soyuqdur. Keyfiyyət verdin, verdin. Amma deyirsən ki, qaydan deyir ki, keyfiyyət verə bilmərsin. Məsələn, belə tipli şeylərdir. Yəni, bunlar ibtidai olan şeylərdir mənim üçün. Onlar üçün ola bilər ki, akademik şeylər olsa, mənim üçün ibtidai şeylərdir. Yəni, mən Mürşid bəylə danışıq əsasında iki suala cavab almadığıma görə kaydı bağlamışam. Vəssalam. Biz şeylər tövhiddən az danışırıq. Niyə? Çünki bizdə tövhiddə problem yoxdur. Problem sizdədir. Siz gedin özünü təmizləyin. Bizim ehtiyacımız yoxdur. Biz imamətdən danışırıq. Niyə? Çünki sizlə müxalifik. İmamətdə sizlə müxalifik. Ona görə biz imamətdən danışırıq. Aydın? Biz Peyğəmbər hədisinə riayət edirik. Quran və Əhl-i Beytdən bərk yapışıq. Biz Qurandan da bərk yapışmışıq, Əhl-i Beytdən də. Siz Qurandan Allah yarımçı yapışmışsınız, Əhl-i Beyti də ümumiyyətlə saymırsınız, tanımırsınız. Bu qədər məsələ sadədir qardaşım. Çox keyfi pozma olan elə danışmaqla mənə səhətlidir. Bir də misal var, deyir, igid olmayan yerdə igidi öldürmək çox hasandır. İgid orada olan yerdə öldürsünlər. Oğul onu istəyirlər. Mənim videolarımdan danışmaqları problem deyil, qoy danışsınlar. Ondan sonra o mənim üçün anti-reklam kimi bir şeydir. Düzdür, mənim reklama ehtiyacım yoxdur heç. Amma ən pis halda anti-reklamdır. Çünki onlar mənim videolarımda haqqında danışırlar. Hünər istəyirəm ki, gəlsinlər mənimlə danışırlar. Mənim nömrəm açıqdadır. 050 754 62 32. Zəngilə soru cavabı var. 1-3-6-2-4-7 fərqi yoxdur. Zəngilə səhət əqidə dərsi kesim, yola salım getsin. Necə ki, elm tələbələrə getmişəm. Necə ki, mən verdiyim suala sənəviz şaqqıllayıb cavab verə bilməlisiniz. Ona görə də qardaşım, keyfi pozma şeyə həmişə haqda olacaq. Sədəqallahu aliyul azim, əla lənətullahi ələl qövmə zalimin. Özü qoru inşallah, qadan alaram sən.